Bakıda ağac əkmə aksiyası keçirildi. Xocalı soyqırımının 34-cü il dönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonunda ağac əkmə aksiyası keçirildi. Aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, birliyin könüllüləri iştirak etdilər. İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək, Abşeron yarımadasının torpaq iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkildi. Ağac əkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpa edilməsi və ərazinin gözəlləşdirilməsi istiqamətində görülən işlərin davamıdır. Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib. Mövsüm ərzində Bakı şəhərin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulur.